Hər vaxtınız xeyir, hörmətli tədbir iştirakçıları. Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin təşkil etdiyi Müstəqilliyimiz əbədidir tədbirini açıq elan edirik. Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin 11 oktyabr 2016-cı tarixli Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci il dönümü ilə bağlı qanun verdiyi sərəncama əsasən Bakı şəhəri üzrə təhsil idarəsinin tapşırığı ilə şəhərin bütün ümumi təhsil məktəblərində silsilə tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur. Müstəqillik illərində gənclərlə bağlı siyasət uğurla gerçəkləşdirilir. Onların ölkənin siyasi, iqtisadi və sosial-mədəni həyatında iştirakı gündən-günə genişlənir. Ölkəmizin idman sahəsindəki böyük nailiyyətləri gənc nəslin sağlam həyat tərzinə göstərdiyi diqqətin ifadəsidir. Gənclərimizin müxtəlif çempionatlarda və olimpiya oyunlarında qazandığı medallar, Rio de Janeiro'da nümayiş etdirdiyi yüksək göstəricilər və Azərbaycanda keçirilən ilk Avropa oyunlarındakı idman tariximizə həkk olunmuşdur. Doğma Azərbaycanımızın coğrafi mövqeyinin əlverişli olması, zəngin təbii sərvətləri həmişə bir çox dövlətlərin diqqətini cəlb etmişdir. Ona görə də Azərbaycan tarixi boyu yarellərin hücumuna məruz qalmışdır. Buna baxmayaraq, uzun mübarizələrdə sınaqlardan məharətlə çıxmış xalq öz dövlətçiliyini qoruyub saxlaya bilmişdir. 1991-ci ilin avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə elan olundu.
bir qədər sonra oktyabrın 18-də Ali qanunverici orqan dövlət müstəqilliyi haqqında konstitusiya aktını qəbul etdi. Beləliklə, 71 ildən sonra Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etməyə nail oldu. Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütün bir xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin neymətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Müstəqillik hər bir xalqın qüruru, şöhrəti və ən başlıca millətin doğum günüdür. Hər birimizə aydın olduğu kimi, 1918-ci ildən müstəqillik tariximiz bir daha öz işıqlı sabahına doğru addımladı. Xalqımız yenidən alovlanan, heç zaman sönməyən azadlıq eşqi, 70 il Sovet İmperiyası buxovunda inləyən, doğma vətənimizi azad etməyə vəqdə Ayağa dur Azərbaycan.
deyir, nər oğlu nər səninləyəm, səninləyəm silah tutan, külük tutan, yaba tutan, kösöy tutan nişanlı səninləyəm, səninləyəm qız atası, hanı nərən, hanı səsin, hanı andın, yoxsa sən də yatmışlara, batmışlara, qeyrətini satmışlara xırdalandın. Gözünü sil, vətən oğlu, ayağa qalx, dur içindən qorxunu qov, dur içindən qorxağı qov, dur yenidən boz qurdu. Bir səsindən min səs dinər, neçə daşa dönmüş dinməz dinər, oddan bitər, qandan bitər, əyilməz. Mərd oğullar mərdliyi ilə öyünməzlər, torpaq altda ölümü ilə görünməzlər. Varım, yoxum səninləyəm, azım, çoxum səninləyəm, şirin yuxum səninləyəm. Yıxın məni söz altına, atın məni tank altına, əzin məni xıncım xıncım, kəsmir əgər söz qılıncım. Didim məni didim, atın məni tank altına, qundaqdakı bir körpəni xilas edim. Neçə səni, neçə məni xilas edim, səninləyəm, özü qəmli, sözü dəmli rəhbər adam. 1918-də vuruşdu, danışmırdı rəcbər atan, rəcbər atan. Milli qürur, milli qeyrət səninləyəm, səninləyəm haqq ədalət səninləyəm. Gizli nifrət, açıq nifrət səninləyəm. Ey yaradan oyat bizi, səninləyəm, qoca vulkan səninləyəm. Ayağa dur Azərbaycan, səninləyəm. Qorxma, sönməz bu şəfəqlərində süzən al bayraq. Sönmədən yurdumun üstündə yanan ən son ocaq. O mənim millətimin ulduzudur, parlayacaq. O mənimdir, o mənim milletimindir ancaq. Çatma qurbanın olum çöhrəni ey nazlı hilal. Qəhrəman xalqıma bir gün, nə bu şiddət bu cəlal. Sənə olmaz töküdən qanlarımız sonra halal. Haqqıdır haqqa tapan milletimin istiqlal. Mən əzəldən bəridir, hür yaşadım, hür yaşaram. Hangi çalını mənə zənciri vuracaqmış şaşaram. Şişəmiş sel kimiyəm, benzimi çeynər aşarım. Yırtaram dağlara, enginlərə sığmam daşaram. Qəribin afaqını sarılmış sapılan zirehli divar. Mənim iman dolu köksüm kimi sərhədim var. Ulusun, qorxma neydə böyle divanı var. Mədəniyyət dediyin tək dişi qalmış canavar. Arkadaş, yurduma alacakları uğratma sakın. Silper etsinleri dursun bu hayasız cahın. Doğacaktır sana vaat ettiği günler hakkın. Kim bilir? Belki sabah, belki sabahtan da yakın. Bastığın yerlere tırpak diyerek geçme, Tanrı. Düşün altındaki minderi kefensiz yatanı. Sen şehit olursan incitme yazıktır atanı. Verme dünyaları alsan da bu cennet vətəni. Kim bu cennet vətənin uğruna olmaz ki fəda. Şübhəda fışkıracaq torpağı sıxsan şübhəda. Canı cananı bütün varımı alsın da xuda. Etməsin tək vətənimdən məni dünyada cüda. Ruhumun səndən ilahi, budur ancaq diləyi. Dəyməsin mədədimin köksünə naməhrəm əli. O azanlar ki şəhadətlərin dinin təməli, əbədi yurdumun üstündə mənim inləməli. Beləcə 1991-ci il oktyabrın 18-dən Azərbaycan yenidən müstəqillik əldə etdi və hər il ümumi liderimiz Heydər Əliyevin 1994-cü il 15 oktyabr fərmanına əsasən 18 oktyabr Dövlət Müstəqilliyi günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirməsində, tarixi şəxsiyyətlərin, dahi şəxsiyyətlərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yeritdiyi Heydər Əliyev kimi nadir duhalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu Öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı
ölçəgəlməz misilsiz xidmətləri, daxil şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdir. Ulu Öndər Heydər Əliyevin dövlətimizin qurub yaradılması yolundakı əməli fəaliyyəti, uzaq görənliyi sayəsində Azərbaycan öz istiqlal tarixini yenidən yazdı. Ulu Öndər demişdir, tarix dəfələrlə sübut edib ki, xalqın müstəqilliyinin qorunması, onun əldə olunmasından qat-qat ağır bir vəzifədir. Azərbaycan, qayalarda bitən bir çiçək. Azərbaycan, çiçəklər içində qaya. Mənim könlüm bu torpağı vəsf eyləyərək Azərbaycan dünyasından baxır dünyaya. Azərbaycan, mayası nur, qəyyası nur ki, hər daşından alov dili ox ola bilər. Azərbaycan deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər. Tariximə qara xətr hitri miladı, qılıncların qan ağzı ilə yazılmadı mı? Babaların boz çöllərə bənzər muradı, qızıl bayraq dalğası yaz almadı mı? İllər olub kürələrdə dəmir olmuşuq, sərhədlərdə dayanmışıq küləkdən ayıq. Od gölündə, buz gölündə gəl olmuşuq, biz Bakının ilk saadət carçılarıyıq. Min illərlə zülmətlərə yollar açıqdır, dalğalandı sabirlərin duman dünyası. Azərbaycan qatarı da yollara çıxdı, dağılanda qoca şərqin duman dünyası. Azərbaycan, mayası nur, qəyyası nur ki, hər daşından alov dili ox ola bilər. Azərbaycan deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər. Müstəqilliyi qoruyub saxlamaq üçün gərək sınaqlara hazır olarsan. Hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Talih elə gətirdi ki, Azərbaycan bir əsrdə 2 dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətinin yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cumhuriyyəti cəmi 20 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet İmperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul olundu. Bu mühim tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığa qovuşdu. 1991-ci il meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. O xalq artıq meydan hərəkatında bərkimiş, yanvar qırğınını görmüşdü. İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir değildi. Özünün istiqlal mübarizəsində neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım inadla müstəqilliyə doğru gedirdi. 1991-ci ilin 1 payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra Azərbaycan dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu. Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir söz yazılmışdı. Siz Azərbaycan dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi konstitusiya aktına tərəfdarsınızmı? Səsvermə hüququ olanların 95%-dən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə Respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. Azərbaycanın dövlət müstəqilliyi günü
Azərbaycan tarixinin ən mühüm günlərindən biri hər il 18 oktyabrda qeyd olunur. 20-ci əsrin sonlarında Sovet hakimiyyətinin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparır. Nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edilib. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir. Konstitusiya aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya aktı 6 fəsil 32 maddədən ibarətdir. 91-ci il oktyabr ayında Azərbaycanın Ali Soveti Azərbaycan devlet müstakilliği hakkında konstitüsiya hakkı kabul etti. Ve bu tarih Azerbaycan'ın müstakilliğinin başlangıcı günü oldu. 1991-ci il dekabrın 29-unda ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95% səs vermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilir. Sümbül Zalova, İnfo TV. Bütün bu çetinliklerden geçtik, bütün bu manaların karşısına aldık ve Azerbaycan'ın devlet müstakilliğini yaşadık ve bundan sonra da yaşatacağız. Həmin dövrlərdə Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış 1-ci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan savadsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçı hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasəti təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə soruşdu. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyini sarıdan və heç bir narazıçılıq yoxdur.
Yaşa, yaşa, yaşa Azərbaycan. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilirdi. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan bugün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilir. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusudur. Ulu öndərin zəngin irsi ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbər edici amildir. Ümumili lider təlimatlardan rəhbəri altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Ulu öndərin yaratdığı quruculuq şəraiti indi Azərbaycanın real siyasi və iqtisadi həyatında təzahür edir. Heydər Əliyev ideyaları, siyasi xətti bu gündə yaşayır, qalib gəlir və bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 10 illərdə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir. Hazırda ölkəmizdə həyata keçirilən iri miqyaslı layihələr isə Respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır. Gün o gün olsun ki, bugün dalğalanan üç rəngli bayraq Qarabağımızda, Şuşamızda dalğalansın. Bugün artıq qürurla deyə bilərik ki, xalqın öz dövlətçiliyi sarıdan heç bir narazıçılıq yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas